Demək, əziz abituriyentlər, əziz müəllimlər, mövzumuzu davam elətdirək. Harda qalmışdıq? Yekaterinada. Demək, Rusiyanın ən qüdrətli hökmdarlarından biri də qadın olmağına baxmayaraq Yekaterinadır. İkinci Yekaterinadan danışacağıq bu günləri. İkinci Yekaterinanın hakimiyyəti 1762-dən 1796-cı ilə qədər hakimiyyətdə olubdur. Deməli, hakimiyyətə necə gəlib? İkinci, deməli, saray çevrilişi nəticəsində öz həyat yoldaşını öldürtdürüb. Onun yerinə hakimiyyətə gəlib, hərbi çevriliş eləyib, hərbiçilərin yardımı ilə hakimiyyətə gəlib. Onun hakimiyyətə gəlməsi ilə 1-ci Pyotrdan sonra ölkədə başlayan daxili çəkişmələrə son qoyuldu. Deməli, və mütləqiyyət quruluşu gücləndi. İkinci Yekaterina dövründə 1-ci Pyotrun dövründə formalaşan siyasi ənənələr davam elətdirildi. Quberniya islahatı keçirdi, zadəganlar haqqında qanun verdi. Zadəganlar haqqında qanunda nə deyilirdi? Yəni, bu nə demək idi? Demək, burada açıqlamasını veribdi. Kəndlilər, torpaqlar, yeraltı sərvətlər üzərində tam deməli sahiblik hüququ aldılar zadəganlar. Dövlətə məcburi xidmət vergidən, cismani cəzadan azad edildilər. Yəni bildiyiniz zadəganlar həm vergidən, həm işlətdiyi cəzaya baxmayaraq bütün hər cür cismani cəzadan azad edilirlər. Bu fərman zadəganların imtiyazlı təbəqəyə çevrilməsini rəsmiləşdirdi. Yəni bu Yekaterinanın zadəganları öz tərəfinə çəkməsi məqsədi ilə verilmiş bir qanun idi. Rusiyanın xarici siyasətində işğalçılıq meylləri xeyli artdı. Şərq məsələsi irəli sürüldü. Şərq məsələsinin mahiyyəti nədən ibarətdir? Əlbəttə ki, Osmanlı idi. Osmanlının hakimiyyəti altında olan torpaqları işğal edib bölüşdürmək, yaxın şərqdə nüfuz qazanmaq uğrunda Avropa dövlətləri arasında mübarizə təşkil etmək, şərq məsələsi haqqında biz Osmanlı mövzusunda danışmışıq, baxmışıq, demişik. Sonra deməli, və bu şeydə də baxacağıq, təzədən dövlətlər arasındakı münasibətlərdə də baxacağıq. Rusiyanın təşəbbüsü ilə zəifləmiş Respublika dövləti ləğv olundu. Yekaterinanın dövründə ləğv olundu. 3 dəfə bölüşdürülür. Əvvəl illərini verirdilər. Bax, indi də veribdilər. İllərini verirdilər, amma indi yox, bu 10 ili deyil, bu müharibənin ilidir. Amma Yekaterinanın dövründə Respublika ləğv edildi. Yəni bölüşdürüldü və ləğv edildi. Rusiya deməli 3 dənə dövlət arasında Respublika torpaqları bölüşdürüldü. Rusiya, Avstriya, Prusiya arasında bölüşdürüldü. Bölüşdürmə başa çatıb 1795-ci ildə. Deməli, Rusiya sağ sahil Ukraynanı, bütün Belarusiyanı, Litvadı, Kurlandiyadı bu əraziləri ələ keçirtdi. 18-ci əsrin ikinci yarısında Rusiyanın xarici siyasətində başlanan başlıca yeri Qara dənizə çıxmaq idi. Yadınızdadırsa 1-ci Pyotrun da xarici siyasətində başlıca yeri Qara dənizə çıxmaq tuturdu. Amma 1-ci Pyotr nə yazıq ki, Qara dənizə çıxa bilmədi. Onların daima istəyi isti dənizlərə çıxmaq idi. Lakin Şimal müharibəsində Baltik dənizinə çıxış əldə elədilər. Baltik dənizi də bildiyiniz kimi soyuq dənizidir. Amma yoxa lənət. Yəni bu da varsa da buna da min şükür. Yəni dənizə çıxdılar və bu da Rusiyanın iqtisadiyyatına müsbət təsir göstərdi. Sonra baxırıq. Deməli, Rusiya ilə Osmanlı arasında 2 dənə böyük müharibə baş verib. Biz bu haqda Osmanlı mövzusunda danışmışıq. 1768-1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi ilə başa çatan bu şeyin dövründə, Yekaterinanın dövründə 1-ci müharibə. İkinci də 1787-1791-ci illər Yassi sülh müqaviləsi ilə başa çatan Yekaterinanın dövründə 2-ci müharibə və bunların hər birindən Rusiya əli dolu çıxdı. Məsələn, sizə testə düşə bilər ki, demək, belə deyək də, Bosfor Dardanel boğazlarından istifadə hüququnun ilk dəfə alınması, söhbət burada ilk dəfə alınmasından gedir. Düzdür, bunu Bosfor Dardaneli danışanda o dəqiqə adamın axlına 1812-ci il Buxarest sülh müqaviləsi düşür. Amma Buxarest sülh müqaviləsindən öncə Kiçik Qaynarca sülh müqaviləsində bu məsələlərə toxunulurdu. 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi ilə ilk dəfə, burada qeyd edirəm, ilk dəfə Rusiya Bosfor və Dardanel boğazlarının istifadə hüququ əldə etdi. Zaten 1791-ci ildə Qara dəniz Rusiyanın daxili dənizinə çevrildi. Yəni Osmanlı bir dəfəlik Krıma olan iddialarından əl çəkdi. Nəhayət ki, Yekaterina demək Qara dənizə çıxış əldə elədi və Pyotrun arzusunu həyata keçirtdi.
keçirtdi. Pyotrun arzusunu yerinə yetirdi bu ikinci Yekaterina. Deməli, davam eləyirik. Bax, burada Kiçik Qaynarca sülh müqaviləsinin şərtləri aydınca verilibdir. Burada nə deyir? 18-ci əsrin ortalarında Rusiyanın Polşa torpaqlarının bir hissəsini ələ keçirməsi və burada deməli və burada qüvvətlənməsi onunla Osmanlı arasında münasibətləri yenidən kəskinləşdirdi. İngiltərə, Fransada baş verən hadisələr Osmanlı vasitəsilə müdaxilə etmək istəyirdilər. Onlar Osmanlı dövlətini inandırırdılar ki, Rusiya qarşı müharibəyə başlasa ona kömək eləyəcəklər. Söhbət bir də burada İngiltərə və Fransadan gedir və nəhayət 1768-1774-cü illərdə Rusiya ilə Osmanlı arasında müharibə baş verdi və müharibə Kiçik Qaynarca sülh müqaviləsi ilə başa çatdı və Kiçik Qaynarca sülh müqaviləsinə əsasən, bax burada sülh müqaviləsinin şərtlərini veribdir. 3 dənə şərti var. Rusiya öz məqsədinə çataraq tarixdə ilk dəfə Qara dənizdə üzmək, Bosfor Dardanel, bax dediyim məsələ, Bosfor Dardanel boğazlarından sərbəst keçmək hüququ aldı. Osmanlı dövləti Krım xanlığının müstəqilliyini tanıdı. Bununla da gələcəkdə Rusiyanın Krım xanlığını işğal etmək üçün şərait neynədi? Yarandı. Rusiya Osmanlı İmperiyasında yaşayan pravoslavlar üzərində deməli güzəştlər qazandı. Deməli biz bayaqların bu Rusiya ilə Reç Pospolita arasında olan müqavilədən danışdıq. Bu müqavilədə nə deyilirdi? Deyilirdi ki, pravoslavları himayə etmək hüququnu əldə elədi. Amma pravoslavlar üzərində güzəştlər Kiçik Qaynarcadır. Güzəşt məsələsi Kiçik Qaynarcadadır. Bu isə onların Osmanlıya qarşı təhrik etməyə şərait yaratdı. Sonra baxırıq, 1783-cü ildə Rusiya daxili qarışıqlıqlardan istifadə edərək Krımı işğal elədi. Çünki Krıma müstəqillik verdi. Addım-addım gəldi Rusiya bu məsələyə və 1783-cü ildə işğal elədi. Əlbəttə ki, bu Rusiyanın xoşuna gəlmədi. Ondan başqa 1783-cü ildə Rusiya deməli Krımdan başqa Şərqi Gürcüstanı da işğal elədi. Yəni Kartli Kaxetiya çarlığından söhbət gedir və Gürcü quberniyası adı ilə özünə birləşdirdi və bundan sonra deməli Krımı işğalı ilə barışmayan Osmanlı deməli neynədi? Müharibəyə hazırlıq gördü və yeni müharibə üçün bu hazırlıqlar nədən ibarətdir? Əvvəla Avstriya ilə ittifaq bağladı, yeni donanmalar yaratdı və qalalar tikdirdi. Bu kim idi? Bu Osmanlının Rusiyaya qarşı gördüyü tədbirlər idi. Yəni növbəti müharibəyə hazırlaşırdı. Kim? Hazırlaşırdı Osmanlı. Sonra növbəti müharibəmizə baxaq, nə ilə nəticələndi? 1787-ci ildə başladı, 1791-də Yassı sülh müqaviləsi ilə başa çatdı. Bu müqavilə Osmanlının məğlubiyyəti ilə başa çatdı. Deməli, baxırıq, Yassı sülhünə görə Osmanlı dövləti haraları verdi? Cənubi Bukdan Dnestr çayına qədər. Baxın, Yassı, 2 dənə sı var, Dnestrda da sı var. Bunu belə yadımızda saxlayırıq. Deməli, Dnepr çayı Kiçik Qaynarcadadır. Dnestr, Yassı və Dnestr, sı buradadır. Qara dəniz sahilləri Rusiyaya birləşməsini qəbul elədi. Krım, Şərqi Gürcüstan Rusiyanın himayəsi altında olmasını da qəbul etdi. Beləliklə, Rusiya Qara dəniz sahillərində qəti olaraq möhkəmləndi. Əvvəlki kitablarda yazırdı ki, Qara dəniz Rusiyanın daxili dənizinə çevrildi. Bax, bu xəritələrdə istəyirəm ki, çox diqqətlə nəzərdən keçirəsiniz. Ola bilər ki, məsələn, testlərdə xəritə suallar da düşər. Sonra Yekaterina 1796-cı ildə öldü. Belə ki, hələ o ölməmişdən qabaq 1796-cı ildə aşiqlərindən biri olan Valerian Zubovun başçılığı altında Cənubi Qafqaza qoşun göndərmişdi. Bunlar da gəldilər, Cənubi Qafqaza gəldilər. Valerian Zubov Bakını tutdu, Gəncəni tutdu və elə deməli Cənubi Qafqazın işğalını davam elətdirəcəkdi ki, qara xəbər gəldi ki, Yekaterina ölübdür və hakimiyyətə onun oğlu deməli 1-ci Pavel çıxır. 1-ci Pavel hakimiyyətə gəlir və Cənubi Qafqazdakı Rus
qoşununu geri çağırır və 1-ci Pavelin hakimiyyət illəri 1796-1801-ci illərdə olubdur. Gördüyünüz kimi 1-ci Paveldən bir-iki kəlmə cəzi var burada. Bizə də o lazım deyil, dərinə getmirik. Dərsimiz bu qədər. Əziz abituriyentlər, əziz müəllimlər, sizə xoş saatlar arzu edirəm. Gələn dərsimizdə görüşmək ümidi ilə Xudahafiz.